Ya Allah, əziz dostlar, hər birinizi salamlayırıq. Bu gün Biləcəri qəsəbəsində Eyska yoluna yaxın bir ərazidə 3 sotun içində belə deyək 8 otaqlı evimiz satışa çıxarılıb. Əziz dostlar, indi ətraflı bütün məlumatları sizə verəcəm. Gördüyünüz kimi bura evin həyət hissəsidir. Çox gözəl həyəti var, genişdir. Qapılarımız avtomat pultla idarə olunur. Burada güləşmək üçün yerləri var. Aşağını sizə göstərəcəm. Aşağı təmirsizdir. Yuxarı 4 otağı göstərin. Keçib aşağında sizə göstərəcəm. Gördüyünüz kimi burada belə bir eyvanı var. Həyətimiz çox gözəl və səliqəlidir. Daxil oluruq evimizə. Əziz dostlar. Evimiz tam təmirlidir. Evimizin istilik sistemi kombidir, əziz dostlar. Burada sağ tərəfdə evin mətbəx hissəsidir. Gördüyünüz kimi çox gözəl və səliqəli bir mətbəxdir. Sağda bir yataq otağıdır. Burada ikinci bir yataq otağıdır, əziz dostlar. Burası isə hamam sanitar qovşağıdır. Evimiz tam təmirlidir. Burada isə belə bir geniş bir yataq otağıdır, əziz dostlar. Evimiz 3 sotunun içində inşa edilib. Keçək qonaq otağını sizə göstərim. Əziz dostlar, bir şey də qeyd edim ki, evimizin qamafonu da var. Gördüyünüz kimi. Bura isə evimizin qonaq otağıdır. Yəni böyle bir zaldır, geniş bir səliqəli bir zaldır. Gördüyünüz kimi stend də yığılıb burada. Əziz dostlar, bu evimizin start qiyməti 155.000 manatdır. Sənədimiz qeydiyyat yolu ilə qaz, su, işıq sayğacları var. İndi keçək növbəti 4 otağı sizə göstərim. Bura təmirsizdir, amma sizə göstərim ki, biləsiniz ki, yəni alan adam rahat şəkildə oranı təmir edib istifadə edə bilər, yəni yaşaya bilər. Əziz dostlar, gördüyünüz kimi evin pəncərəsinin də reşotkaları bütün hamısı qoyulub. Evimizin birinci mərtəbəsinin, yəni təmirə ehtiyacı var. Eyni qaydada, eyni dizayndadır. Yəni bura zalın altıdır. Yəni buranı rahat şəkildə təmir edib yaşamaq mümkündür. Çox gözəl və geniş bir evə malikdir. Bir də ki, qeyd edim ki, oradan pəncərə açmaq olar, heç kimin həyətinə baxmır. Orada da hamam sanuzeldir. Bura artıq əşyalar yığılar, yəni qaranlıqda görsənməyəcək. Burada hamam sanuzeldir, gördüyünüz kimi. Kimə maraqlı olsa bizimlə əlaqə saxlaya bilər. Səhifəmizdə nömrələrimiz var. Kimə maraqlı olsa bizimlə əlaqə saxlayır. Allah olmayanlara ev qismət edəsin.